Salam, hər vaxtınız xeyirli olsun əziz valideynlər və şagirdlər. Mən sizlərə 3-cü sinif Riyaziyyat Şuraraz Test Bankından testlərin izahını verəcəm. Modellə təsvir edilmiş ədədin oxunuşunu seçin. Baxırıq modeldə 2 yüzlük verib, 2 onluq, 3 təklik. Bu hansı ədəddir? 223. 223. Elə doğru cavab olur A variantı. Hansı ədəd 245 ədədindən kiçikdir? 250 245'ten böyükdür. 425 245'ten böyükdür. 228 ise 245 ədədindən kiçikdir. Mərtəbə cədvəlində hansı ədəd təsvir olundu? 4 yüzlük, 2 onluq, 6 təklik. 426. Doğru cavab olur A variantı. 728 ədədinin açıq şəkildə yazılışı. 7 yüzlüyümüz 700, üzərinə gəlirik 2 onluq, yəni 20, üzərinə gəlirik 8 təkliyi. Doğru cevap edəcək D variantı. Yüzlüklərə qədər yuvarlaqlaşdırdıqda 400-nın ən kiçik ədəd neçədir? Yüzlüyə qədər yuvarlaqlaşdırdıqda 400-nın ən kiçik ədəd deyirsə, ən kiçiyini soruşanda bizə verilən ədəddən 50 çıxırıq. Bu dedir 350. Bu qaydadır. Ən böyüyün soruşsaydı, deseydi ən böyük ədəd hansıdır? En böyüğün sorusu üzerine 49 gelerdi. İleride 449. Doğru cevap edecek. En küçük soruştuğu için B variantı. 504 ədədi hansı modeldə təsvir edilib? 504. 500'lük 0 onluq 4 təklik. Doğru cevap edecek C variantı. Onluqlar mərtəbə qiyməti 90 olan ən kiçik 3 rəqəmli ədəd neçədir? 3 rəqəmli ədəd dediyi üçün 3 xətt çəkirik. Onluq mərtəbə qiyməti 90 dediyi üçün onluğun sayını 9 götürürük. Ən kiçik ədəd dediyi üçün təkliyin sayına 0 yazırıq. Yüzlüyə isə 1 yazırıq. Edəcək 190. Doğru cavab edir A variantı. 238 ədədində onluqlar mərtəbəsindəki rəqəm 2 vahid artarsa, ədəd neçə vahid artmış olar? Burada əslində verilən bir ədədin mahiyyəti yoxdur. Sadəcə tapşırığın şərtində nəyə diqqət etmək lazımdır? Bizə deyir ki, onluqlar mərtəbəsindəki rəqəm 2 vahid artarsa. Onluqlar mərtəbəsini 2 vahid artırmaq, onluqlar dediyi üçün onu 2'ye vurmaq deməkdir. Yəni bu ədəd 20 vahid artmış olar. Doğru cavab olur B variantı. Ədədlərdən neçəsi 413 ilə 700 arasında yerləşir? 413 ilə 700 arasında 425 yerləşir. 399 413'ten kiçikdir. 861 700'den böyükdür. 258 413'ten kiçikdir. 603 ve 584 olacaq. A, E, F neçəsi oldu? 9'u. Doğru cevap olur. 3'ten. Daha doğrusu neçə ədəd oldu? 3 tane. Doğru cevap olur B variantı. 913 ədədi ilə bağlı doğru fikir hansıdır? Baxaq. Təklik mərtəbə qiyməti 13'dür. Təklik mərtəbə qiyməti 13 deyil, 3'dür. A variantı yanlış. Onluq mərtəbə vahidlərinin sayı 10'dur. Onluq mərtəbə vahidi 10'dur. Vahidin sayı 1'dir. B bəndi yanlışdır. Yüzlük mərtəbə qiyməti 90'dır. Yüzlük mərtəbə qiyməti 900'dür. 90 deyil. Yüzlük mərtəbə vahidlərinin sayı 9'dur. Bəli. Sayı 9'dur. Doğru cevap olur D variantı. 2 yüzlük, 206 təklik, 4 onluğumuz 40. Yəni bunları toplasaq edir 246. Hansı ədəddən söhbət gedir? 246'dan. Ədəd oxununda təsvir edilib. Harda təsvir edilib 246? 245 buradır. 46 burada təsvir olunub. Elə doğru cavab olur A variantı. 380 ədədini yüzlüklərə qədər yuvarlaqlaşdırdıqda ədəd nə qədər artar? 380 ədədini yüzlüyə qədər yuvarlaqlaşdır deyirsə, yüzlük mərtəbəsinin altından xətt çəkirik və onluq mərtəbəsinə baxırıq. Onluq mərtəbəsinin sayı 8 olduğu üçün yüzlük mərtəbəsinin sayı 1 vahid artır. 3 olacaq 4. Onluq və təkliyin yerinə 0 qeyd edirik. 400. Doğru cavab olur
B yəni bizə yuvarlaqlaşdırma demir. Bizə deyir ki, neçə vahid artmış olar? 380 idi, indi artdı oldu 400. Neçə vahid artdı? 400-dən 380 çıxsaq 20'si qalır. 20 vahid artmış olar. Doğru cavab olur C variantı. Hansı ədədin 24 onluğu 12 təşliyi var? 24 onluq 24'ü 10'a vuranda edir 240. Üzərinə də 5 əlavə etsək edir 255. Doğru cavab olacaq B variantı. Fikirlər hansı ədədə aiddir? Təşriklər mərtəbəsindəki rəqəm 4'dür. Onluqlar mərtəbəsindəki rəqəm 6'dan kiçikdir və yüzlüklər mərtəbəsindəki rəqəmlə eynidir. Yüzlük, onluq, təşrik deyirsə 3 rəqəmli ədəddən söhbət gedir. 3 dənə xətt çəkirik. Hər rəqəmin yerində bir xətt. Təşriklər mərtəbəsindəki rəqəm 4'dür. Təkliyini yazıram 4. Onluqlar mərtəbəsindəki rəqəm 6'dan kiçikdir və yüzlüklər mərtəbəsindəki rəqəmlə eynidir. 6'dan kiçikdirsə, yüzlüklə eynidirsə, baxın, burada təkliyi 4 olan ədəd C variantını çıxaq. A, B, D-dədir. Bizə deyir ki, onluq mərtəbəsindəki rəqəm 6'dan kiçikdir və yüzlük mərtəbəsindəki rəqəmlə eynidir. Onluq mərtəbəsi 6'dan kiçik deyil D bəndində, kiçikdir. Amma yüzlüklə eyni deyil. Yüzlük mərtəbəsi oldu 9. Bu bizim cavab olmayacaq. B variantında onluq mərtəbəsinin sayı 6'dır. 6 6'ya bərabərdir. B bəndində cavab olmayacaq. Demək ki, burada onluğun sayı 2 imiş. Yüzlük də ona bərabər imiş. Yəni onluq mərtəbəsinin sayına bərabər imiş. Doğru cavab olacaq A variantı. B4A ədədinin rəqəmləri cəmi 20 olan ən kiçik 3 rəqəmli tək ədəddir. Bu ədəd neçədir? Baxın, onluq mərtəbəsinin sayı 4'dür. Biz baxırıq, məsələn, C variantı bizim cavab ola bilməz. Niyə? Çünki burada onluq mərtəbəsinin sayı 5'dir. A, B, D variantında hər birində onluq mərtəbə vahidinin sayı 4'dür. Keçək digər şərtə baxaq. Bizə deyir ki, tək ədəddir. Tək ədəd dediyi üçün sonu 1, 3, 5, 7, 9 ilə bitən ədədlər tək ədəddir. A variantında görürük ki, ədəd cüt ədəddir. A da bizim cavabımız ola bilməz. Baxırıq B və D-yə. Bizə deyir ki, rəqəmlərinin cəmi 20 olan tək ədəddir. Baxaq. B variantında rəqəmlərin cəmi edir 20. D variantında da rəqəmləri toplasaq 7'nin üzərinə 4 gəlsə 11, üzərinə 9 gəlsə bu da 20 edəcək. Və bizə deyir ki, ədədin rəqəmləri cəmi 20 olan ən kiçik 3 rəqəmli tək ədəddir. Ən kiçik 3 rəqəmli tək ədəd dediyi üçün 947 749'dan böyükdür. B variantı bizim cavab ola bilməz. Biz bu şərtə uyğun olaraq heç ədədi verməsə belə onluğu 4 götürürük. Rəqəmlərin cəmi 20 dediyi üçün biz rəqəmləri kiçikdən böyüyə doğru düzəndə kiçik ədəd almış oluruq. Kiçikdən böyüyə doğru. Təklik mərtəbəsini 9 götürürük. Niyə görə 9 götürürük? Çünki sonu 1, 3, 5, 7, 9 ilə bitən ədədlər tək ədəddir. Ən böyük rəqəmi təklik mərtəbəsinə qoyduq sona 9'u. 4'ün üzərinə 9 gəlsə 13. Biz məcburuq ki, yüzlüyü də 7 götürək. Olsun 749. Doğru cavab olacaq D variantı. Baxaq növbəti tapşırığa. Cəm neçəyə bərabərdir? 6'nın üzərinə 3 gəlsək 9. 8'in üzərinə 0 gəlsək 8. 2'nin üzərinə 4 gəlsək edəcək 6. 689. Doğru cavab edir B bəndi. Ədəd oxunda hansı cəm təsvir edilmişdir? Baxaq. 283'dür. Üzərinə 100 əlavə edib. Sonra üzərinə bir də 100 əlavə edibdir. Çünki baxırıq 100 artıb ədəd. 483, 483'ün üzərinə neçə gəlsək? 495 edər. 12 gəlsək. Cəm bu cür edəcək. 283. Üzərinə gəlirik 100, 100. Bu da 12, 212. Doğru cavab edəcək B variantı. Hansı ədəd 425 və 350 ədədlərinin cəminə bərabərdir?
425'in üzerine gəlirik 350-ni. 5'in üzerine 0 gelsek 5. 2'nin üzerine 5 gelsek 7. 4'ün üzerine 3 gelsek 7 edecek. 775. C variantı. Modeldəki ədəd ilə 304 ədədinin cəmi neçəyə bərabərdir? Modeldəki ədəd 5, 6, 10'lu, 3 təklik. 563'dür. Deyir 563 ilə 304'ün cəmini tapın. Edəcək 504'ün üzr istəyirəm. 563'ün üzerine 304 gəlirik. 7, 6, 8. 865, 867 də doğru cevap olur. D variantı. Təsvirdəki ədədlərin cəmi neçəyə bərabərdir? Baxaq. Təsvirdə bizə hansı ədəd verilmişdir? 2 yüzlük verilib, 3 onluq, 2 təklik. 232. 3 yüzlük, 3 onluq, 5 təklik. 335. 7, 6, 5. 567. Doğru cevap olacaq D variantı. Məsələmizə baxaq. Dayanacaqda 418 maşın var idi. 120 maşın daha geldi. Dayanacaqda neçə maşın oldu? Dayanacaqda 418 maşın var idi. 120 maşın da əlavə olaraq gəldi. Cəmi neçə maşın olacaq? 8'in üzerine 0 gelsek 8, 1'in üzerine 2 gelsek, 4'ün üzerine 1 gelsek edecek 5. 538 doğru cevap olur A variantı. Davam edək. Ən kiçik 3 rəqəmli ədəd ilə 486 ədədinin cəmini tapın. Ən kiçik 3 rəqəmli ədəd 100'dür. Üzərinə 486 gəlsək, edəcək 586 doğru cevap olur A variantı. Hansı ədəd mərtəbə cədvəlində verilmiş ədəddən 104 vahid böyükdür? Hansı ədəd mərtəbə cədvəlində verilmiş ədəddən 104 vahid böyükdür? 4 yüzlük, 5 onluq, 3 təklik. 453. Hansı ədəddir mərtəbə cədvəlində verilmiş ədəddən 104 vahid böyükdür? Onu 453'ün üzərinə 104 gəlməklə həmin ədədi tapırıq. 3'ün üzərinə 4 gəlsək 7, 5'in üzerine 0 gelsek 5, 4'ün üzerine 1 gelse edecek 5. Neçəkdir? 557. Doğru cevap olur A variantı. Orxan fikrində hansı ədədə tutub? Fikrimdə tutduğum ədəd 256'dan 123 vahid böyükdür. Fikrimdə tutduğum ədəd 256'dan 123 vahid böyükdür deyirsə, 256'nın üzərinə 123 gəlməklə Orxan fikrində olan ədədi tapırıq. 6'nın üzerine 3 gelsek 9, 5'in üzerine 2 gelsek 7, 2'nin üzerine 1 gelsek 3 eder. 379 etmiş olacaq. 381 ədədini onluqlara qədər yuvarlaqlaşdırıb, üzərinə 109 əlavə etsək hansı ədəd alınır? Əvvəlcə gəlin 381 ədədini onluğa qədər yuvarlaqlaşdıraq. 381 ədədini onluğa qədər yuvarlaqlaşdıranda baxırıq təklik mərtəbəsinə. Təklik mərtəbəsi 1 olduğu üçün onluq mərtəbəsi dəyişməyəcək və təkliyin yerinə 0 yazırıq. Yəni edəcək 380. 380'in də üzərinə 109 əlavə etsək alınacaq 489 və sözlə vermişdir 489. Doğru cavab olur A variantı. Hansı misalın cavabı 536'ya bərabərdir? Baxaq. Hesablayaq. Birincinin cavabı edəcək 546. İkinci misalın cavabı edir. Elə 536 edəcək. 536. 500'ün üzerine 136 gelsek, 500 üzerine 100 gelsek, 600 üzerine 36 gelsek, 636. 324'ün üzerine 224 gelsek, 300 ile 200, 524'ün üzerine 22 gələndə edir 46. Edəcək 546. Doğru cevap olur C variantı. Birinci gün 223, ikinci gün bundan 40 vahid çox addım attım. 2 günə neçə addım atmış oldum? Bu cür tapşırıqlarda nə edirik? Birinci gün 223, ikinci gün bundan 40 addım çox. 223'ün üzərinə 40 gəlirəm. Edəcək 263.
Yəni mən birinci gün 223, ikinci gün 263 addım atmış oluram. Bizdən soruşmur ikinci gün neçə addım atdıq. Deyir ki, 2 günə neçə addım atmış oluruq. Birinci gün 223, ikinci gün 263 addım. Cəm edəcək 6, 8, 4, 486 addım etmiş olacaq. Doğru cavab olur B variantı. 13-cü məsələyə baxaq. Hansı ədəd onluq mərtəbə qiyməti 70 olan ən kiçik 3 rəqəmli ədəd ilə 608 ədədinin cəminə bərabərdir? 3 rəqəmli ədəddən söhbət gedir və deyir ki, onluq mərtəbə qiyməti 70-dir. Onluq mərtəbə qiyməti 70-dirsə, onluq mərtəbə vahidinin sayı 7-dir. Ən kiçik 3 rəqəmli dediyi üçün təkiyinə 0 yazırıq, yüzlüyünə 1 yazırıq. Yəni, onluq mərtəbə qiyməti 70 olan ən kiçik 3 rəqəmli ədəd 170-dir. Deyir ki, hansı ədəd 170 ilə 608 ədədinin cəminə bərabərdir. 170-in də üzərinə gəlirik 608-i. Bu da edəcək 778. Doğru cavab olur B variantı. 400'lük, 5 onluq, 12 təklik ədəddən ədədindən 235 vahid böyük ədəd tapın. 400'lüyümüz 400'dür. 5 onluğumuz 50'dir. 12 təklikdə əlavə edir 462. Bizə deyir ki, 462 ədədindən 235 vahid böyük olan ədəd. 462'nin üzərinə 235 əlavə edirik. 2'nin üzərinə 5 gəlsək 7, 6'nın üzərinə 3 gəlsək 9, 4'ün üzərinə 2 gəlsək 6 edəcək. 697. Doğru cavab olur B variantı. Davam edək. Yüzlüklər mərtəbə qiyməti 600, onluqlar mərtəbəsindəki rəqəm 5 olan ən kiçik tək ədəd ilə modeldəki ədədin cəmi neçəyə bərabərdir? Baxırıq, modeldə bizə hansı ədəd verib? 200'lük, 1 onluq, 1 təklik. Modeldə verilən ədəd 211'dir. Tapşırığın şərtində bizə hansı ədəd verib? Yüzlük mərtəbə qiyməti 600 deyirsə, demək ki, bu ədədin yüzlük mərtəbəsinin sayı 6'dır. Onluq mərtəbəsindəki rəqəm 5'dir. Və bizə deyir ki, ən kiçik tək ədəd ilə, ən kiçik tək ədədlər sonu 1, 3, 5, 7, 9 ilə bitən ədədlərdir. Ən kiçik tək ədəd dediyi üçün biz bura təklik mərtəbəsinə 1 götürürük. 1 edir 651. Və bu ədədlərin cəmini soruşur. 211'in üzərinə 651 gəlirik. 1'in üzərinə 1 gəlsə 2, 1'in üzərinə 5 gəlsə 6, 2'nin üzərinə 6 gəlsə 8. 862 etmiş olacaq. Doğru cavab olur D variantı. İzahlarımız bu qədər əziz şagirdlər. Növbəti izahlarda görüşürüz.